Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz qardaşlar, dostlar, əziz bacılar, hal-hazırda Gəncə şəhərində İmamzadədəyik. Gördüyünüz bu məscid İmamzadə məscididir Gəncə şəhərində. Burada 5-ci imamımız İmam Baqir Əleyhisselamın övladlarından olan İbrahimin məzar-ı şərifi var. İnşallah çəkib göstərəcəm sizlərə. Allahın izni ilə içəri daxil oluram. Çox gözəl, qədimi bir məsciddir. İnşallah içəri daxil oluram və göstərməyə çalışacağım. Bu da məscidin ətrafıdır beləcənə. Hal-hazırda sübh namazındayıq. Məscidin ətrafıdır. İçəri daxil oluram. Esselamu Aleyküm və Rahmetullah. Qədim məsciddir. Tarixi mənbələrdə qeyd olunduğu kimi, yəni İmam 5-ci İmam Baqir Əleyhisselamın övladlarından biri burada uyuyur. Qəbri burada yerləşir. İbrahimin qəbri buradadır. Şəhzadə İbrahimin. Bu da daxildə olan məsciddir, ibadət mərkəzidir. Çox gözəl məsciddir. Gözəl süsləmələrlə görə bilərsiniz Quran ayələri. Gözəl şəkildə diqqətlə baxsaq görərik. Çox gözəl bir məsciddir. Bəli. İmam Baqir Əleyhisselamın övladlarından olan İbrahimin 8-ci əsrdə Əməvilərin zülmündən, yəni ki, mühacirət eləmiş Əhl-i Beyt, yəni Əhl-i Beytin övladlarından birinin qəbri şərifi burada yerləşir. Gəncə şəhərində gəlmiş inşallah İmamzadəni ziyarət eləmək. Deyildiyinə görə bir qəbirdə Bərdə şəhərindədir. İsmailin qəbri Bərdə şəhərindədir. Azərbaycan özü Əhl-i Beyt diyarıdır və bir çox Allahın vəli qullarının qəbirləri, yəni övliyaların qəbirləri Azərbaycanda yerləşməkdədir. Onlardan da biri burada Gəncə şəhərində. İndi içəri daxil olacağım və göstərəcəm. İndi biraz içəri keçək. Gördüyünüz, baxın. Məscidin içərisində tikilib və onun içərisində də qəbir var. Selamun Aleyküm və Rahmetullah. Bəli, daxil olduq əsl məkana. Baxın, əzizlər. İmam Baqir Əleyhisselamın övladı İbrahimin, Allah ondan razı olsun, Allah ruhunu şad eləsin, qəbri burada yerləşir. Çox gözəl bir məkandır. Bəli. Yazılıb ya Ərhəmər Rahimin, ya Rabbil Aləmin, ya Rahimə, ya Rahman, ya Rahim. Burada da Bismillahirrahmanirrahim. Demək, Bismillahirrahmanirrahim. Hələ ətə aləl insanu. Burada da İnsan surəsinin, İnsan
suresinin ayəsi qeyd olunubdur. Nisa suresinin ayəsi qeyd olunubdur. Həmçinin burada da qəbrin içini göstərim sizə. Qəbrin içini göstərirəm, diqqətlə baxın. İmam övladı burada yatır. Allah bizlərə onların şəfaətini inşallah nəsib eləsin. Onlar bizə şəfaətçi olsunlar. Gördüyümüz kimi İmam Muhammed Baqir Aleyhisselam'ın övladlarından biri İbrahim'in qəbridir. Allah rəhmət eləsin. Üzərdə belədir. Çox qədim bir məkandır. Çox qədim bir məkandır. Buralara mənim ayağım dəydi, əlim sürtmək nəsib oldu mənə. Allah özü qəbul eləsin. Bəli, çəkdim, göstərdim sizlərə. Baxın, görün. Allah cəmi möminlərə və möminlərə qismət eləsin. Buranı gəlib ziyarət eləmək. Baxın, çəkib göstərdim. Allah qəbul eləsin. İnşallah digər ziyarətgahlarda da çəkilişlərimiz olacaq.